Və qur Rabbirhamhumə kəmə Rabbəyəni sağira. Həmçində onlar üçün dua etdi ki, ey Rəbbim, onlara rəhm elə, necə ki biz körpə ikən, balaca ikən, uşaq ikən onlar bizə rəhm eləyirdilər. Bəli, bu ayətin sonlarından görünür ki, insanın valideynləri dünyasını dəyişdikdən sonra belə onların haqları bitmir və qurtarmır. Bitmir. Əksinə onlar üçün dua daima davam eləməlidir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, insan öldükdə onun əməl dəftəri bağlanır. 3 şeydən başqa, davamiyyətli sədəqə, yəni savabı davam eləyən, faydası, fəaliyyəti davam eləyən hər hansı bir xeyirxah iş görübsə, faydalı bir elm qoyubsa, üçüncüsü isə onun üçün dua eləyən salih evlad qoyubsa. Əgər bir insan özündən sonra salih bir evlad qoyubsa, onun duasından valideyni bəhrələnir. Demək, valideynin bəhrələnməsi ölümündən sonra davam edir. Və yaxud da evladın valideyni olan qayğısı, hətta onlar dünyadan köçəndən sonra belə davam eləyir. Başqa bir ayətdə Uca Allah Teala buyurur ki, وَعَبُدُ اللّٰهَ وَلَا تُشْرِكُ بِهِ شَيْئًا. Allaha ibadət edin və ona heç bir şeyi şərik qoşmayın. وَبِالْوَالِدَيْنِ إِحْسَانًا. Və həmçinin də valideynlərinizə yaxşılıq eləyin. Baxın, burada Allah Teala ən böyük vacibatı əmr elədi. Valideynizə yaxşılıq, Allaha ibadət eləyin. Sonra ən böyük günahdan, ən böyük cinayətdən çəkindirdi və ona heç bir şey şərik qoşmayın. Yəni, Allahın birbaşa öz haqqı. Ardıca nə gəldi? Və həmçinin də valideynlərinizə yaxşılıq edin. Həmçinin, əzizlərim, İsa Peyğəmbər ki, dünyaya gəlir, insanlar onu, anasın günahda ittiham eləyirlər. Məryəm anamız öz əli ilə beşiyə işarət eləyir ki, ondan soruşun. Və Allah Teala'nın möcüzəsi ilə İsa Peyğəmbər beşikdə dil açır, başlayır danışmağa. Dil açır, başlayır danışmağa və beləcə anasını təmizə çıxardır və öz Allahın Peyğəmbəri olmağın insanlara bəyan eləyir. Görün, İsa Peyğəmbərin ilk dediyi sözlər nə idi? Qalə inni abdullahi ətəniyəl kitəbə və cəaləni nəbiyyə. Mən Allahın quluyam. Allah Teala mənə kitab vermişdi və həmçinin də məni peyğəmbərlərdən, həmçinin də məni peyğəmbər etmişdi. Və cəaləni mübarəkən əynəmə kuntu. Harada olursamsa olum, Allah Teala məni mübarək etmişdi. Mübarək yəni bərəkətli, xeyirli, faydalı. Harada olursam fayda verirəm. Və avsani bis salati və zəkati mə dumtu hayyə. Madəm ki həyatdayam, diriyəm, mənə namaz qılmağı və zəkat verməyi əmr etdi. Nə qədər ki həyatdayam, namaz qılmağı və zəkat verməyi mənə əmr etdi.